Mərdəkan qəsəbəsinin Ərəbneski küçəsinin sakinləri bugünə qədər məişət tullantılarını qutular olsa da kənara atırdılar. Bu məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürüldü, ətraf təmizləndi. Artıq bundan sonra da zibillərin sadəcə qutulara atılması üçün müəyyən tədbirlər davam etdiriləcək. Vaxtı-vaxtında məişət tullantısının daşınması təşkil olunmuşdur. Lakin vətəndaşların nədənsə həyətlərindən çıxan bərk məişət tullantılarını konteynerlərin kənarına atması bu xoşa gəlməz haldır. Vətəndaşa çatdırılsın, bilsin ki, hər hansı məişət tullantısının konteyner ətrafına, yaxınlığına və yaxud da ki, küçədə atdığı halda ona hansısa cərimə tətbiq olunur. Bu yaxşı bir təməl olardı, vətəndaş da bu addımları atmaqdan daşınardı. Yəni ki, zibili konteyner olmayan yerə atmazdı və yaxud da ki, konteynerin yanına yox, konteynerin içine atardı. Mütləq cərimə tətbiq olunmalıdır. Vətəndaş məsuliyyəti hiss eləməlidir. Bəli, artıq küçəni zibilləyənlər məişət tullantılarını zibil qutularına yox, yerə atanlar məsuliyyətə cəlb olunacaqlar. Ərazidə qeyd olunan negativ hallarla bağlı müvafiq tədbirlər görülüb. Ərazidəki antisanitar vəziyyətin qarşısı alınaraq urnalara atılması nəzərdə tutulmayan tullantılar bələdiyyə tərəfindən təmizlənib. Tullantıları ora atan şəxslə bağlı araşdırmalar davam etdirilir. Müəyyən olunacaq şəxslə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək. Əslində tullantıları yerə yox, zibil qutusuna atmaq özü də bir mədəniyyətdir. Təbii ki, hər kəs buna əməl etsə, nə ətraf çirklənər, nə də cəriməyə ehtiyac qalar. Ümid edirik bundan sonra sözü gedən küçənin sakinləri ən azından cərimələnməmək üçün ərazinin təmizliyinə riayət edərlər.